Xəritələri öyrənirik gün 1. Bugün Avropa qitəsində olan dağların xəritədə yerini öyrənəcəyik. Skandinaviya dağları Kaledon Hersin qırşıqlığına aiddir. Əndəlüs dağları Alp qırşıqlığı. Pyreneya dağları Alp qırşıqlığı. Alp dağları Alp qırşıqlığına aiddir. Ən hündür zirvəsi Mont Blanc. Apennin dağları eyni adlı yarımadada yerləşir. Alp qırşıqlığına aiddir. Karpat dağları Alp qırşıqlığına aiddir. Dinar dağları Alp qırşıqlığına aiddir. Balkan yarımadasına, yəni eyni adlı yarımadada Balkan dağları Alp qırşıqlığına aiddir. Krım yarımadasında yerləşən Krım dağları Alp qırşıqlığına aiddir. Qafqaz dağları Alp qırşıqlığına aiddir və Ural dağları